Hədislərdə qeyd olunur ki, Peyğəmbər sallallahu buyurur, təfəkkürü saətin xeyrun min ibadəti sənətin. Biharul Ənvarda 78-ci cild 115-ci səhifədə bu hədis-i şərif qeyd olunur. Peyğəmbər sallallahu buyurur ki, bir saatlıq düşünmək bir illik ibadətdən, düşünülmədən, təfəkkürsüz, düşüncəsiz ibadətdən daha üstündür. Əslində burada ibadət etməməyə çağırış deyil və yaxud da ki, ibadət edənin ibadətini küçümsəmək mənasında deyil. Yəni, o təfəkkür ki, sən təfəkkür edib Allahın əzəmət və qüdrətini dərk edəcəksən, Allahın əzəmət və qüdrətini dərk etməklə Allaha yaxınlaşacaqsan. Allaha yaxınlaşmaq da elə Allaha ibadətdir. Ona görə təfəkkürlə, düşüncə ilə edilən o ibadət təfəkkürsüz və düşüncəsiz ibadətdən çox üstündür.